Tamam. Mən Fidan Cəfərli, yəni tanışsınız da siz məndə. Onun gözləri gülürdü də və Ayaz bəyin partnyoruyam. Mən də ki, Anar, onun gözləri gülür də Fidan xanımın partnyoruyam. Ay öküz! Nə siqnal verirsən mala? Görmürsən keçirdi heyvanda nə başa düşdün? Seni gözlərimizə keçirdi. Bir eşk semasında dünyalara sığmaz. İstəmirəm sığmasında. Mənə sor, məni məndən. Qəşəng Çingiz qəşəng oynayıb. İnəklər qəşəng oynayıb o səhnədə. Maraqlı səhnədir. Öküz deyəndə biraz qəribə olmuşdum. Ürəkdən demişdi öküzü. Çox ürəkdən demişdim. Sən sırtıq adamsan, amma ondan danışır. Maraqlı, Çingizin şüvənliyi maraqlıdır orada. Belə yaxşıdır, yay günlərindən birində. Əsəb yazır, isti yay günlərinin birində prava almaq üçün maşın sürürəm. Orada çəkişdə də qəsdən pis oynayırdım ki, maşını tez-tez sürüm. Gəldi mənə rast düşdü, prava eləmək istəyəndə. 2 metr qabağa geldim, 2 metr arxaya gəldim. O da müəllim arxadan vururdu ki, saxla, saxla. Orada bəzi səhnələrdə var ki, onu mən sürməmişəm o maşınlar orada. Mən də Çingizlə dalaşıram orada. Bu da mənə belə baxır. Sonra orada inək əslində inək yox idi. Onu gətirəndə Rıza ilə Çingiz gətirmişdi bir tane. İnək cumdu uşaqların üstünə. Çomaqla inək qovalayır. Aləm dəymiş bir-birinə. Uzun yollarda mən sürməmişəm. Mən bir daha burada arxaya gəlib qabağa gəlmişəm. O birisi səhnələrdə bizim möhtəşəm dublyorumuz və aktyorumuz Tural Binyazadə. Qısaca prava alınmadı. Amma növbət çəkişdə yəqin çözüm sırayım. Nə gedəcəm səni? Dostumla gəzməyə gəlmişəm. Başqa yer yox idi gəzməyə. Biz bura istədik, bura gəldik. Bulaqdan su zad doldurmağa gəlmişik. Adı nə idi? Aygün. Hə. Aygün nə mən izləyirdim ki məndə. Nə izləyəcəm səni? Sən get bahalı hovuzların özünə gəl, bizim kənddə üzürsən. Dincəlməyə gəlmişəm. Siz nə içirsiniz? Biz də dincəlməyə gəlmişik də, dincəlib gəzirik, hava alırıq, nə olacaq? Hə, mənə baxıb dincəlirdiniz. Sən niyə baxaq biz? Nə bilim. Gəzirdik. Mən bir ana göz yara tutuldum. Zakolka. Mən orada əslində Nərgizə baxmalıydım. Mən çəkilişdə Aygünə baxırdım. Çünki Aygün mənə baxırdı deyə mən Aygünə baxırdım. Sonra da mən çatdı ki, yox, mən Nərgizə baxmalıyam, Aygünə yox. Nə deyirəm, o hara baxır görəsən, mən indi neyniyim? Zakolka mənim orada başıma düşmüşdü. Bilə-bilə salmışdım onu. Nəysə, o başqa şeydir. Başıma düşmüşdü, amma mən onu da, yəni, necə deyim, simvol olaraq şeylərdə, məsələn, kənddə əvvəlki dövrlərdə elə yox idi da, məsələn, belə yazışmaq falan. Ona görə bizdə Zakolka ilə belə. Zakolka da qardaşlar taxır da qızların Zakolka. Rezin idi. Hə, bu kənd yerində rezin yerinə daha sonra rezin mən taxıram. O rezini düşəndə də mən götürərəm də indi. Zakolka da sonra finalda bir nətər oldu bunu bilməyək. Hə, bu onu mən də bilmirəm. Dublaj oldu. Mən də rayondaydım, o dublaj oldu. Hə, o mən bir səfər də işlədim. Dublaj oldu, hə? Hə. Hə, bilmirdim, mən də bir səfərdim. Yaxşı, çəkin kimsə rejissor, yaxşı çəkildi. Bura gəl, bura gəl. Ay heyvan, nə işin var sənin burada? Nə danışırdın özə sən qardaşına? Bura şəhər də öyle sənin üçün. Gəlmirsən bura qapımızın ağzına hələ. Üstüz sən niyə gəlmirsən bura? Denən gör, nə danışırdın qardaşıma tez ol. Danış da. Benzin götürməyə gəlmişdim. Mən bir ana göz yara tutuldum. 7 milyon bu izlənir. Hə. Qəşəng, maraqlı. Tanışdın? Maraqlı səhnə idi. Hə, o səhnədə o gələndə qızların gəlməyi əvvəldə. Orada operator idim. Gəldim. Sonra müəllimi ötürdüm. Müəllim pəncərədən çıxanda mən aşağıdan belə gəldim, düşdüm. Məsələn, elə bir şey qarışıq bir şey oldu. Yəni əslində o səhnənin başında biz Aygünlə gələndə, Bəli. əslində bizi çəkən də Ayaz idi. Bəli. Amma sonradan kameranı verdi, keçdi, gəldi. Sonra şəpətlərimi tulladım, gəldim, aktyor kimi orada oldum. Arada oxuyuram, amma mənə Bibiyə xalaya oxşadırsınız. Bir yazıb qoqalı oxuyur. Bilən tərif edirlər, bu çocuk xalası da gözəldir bəlkə. Normal insan. Birincidə eləyə bilmədim, rejissorumuz
dəyərli rejissorumuz dedi ki, biraz daha belə əsəbləndir. Mən dedim, baş üstə. Bunu mən eləyəcəm. Gördüm elə bu da çox sakitdir. Dedim, aha sakit tapmışam. Sakitdir. Qoy girişim. Heyvan boydadır, sakitdir. Üzünə Sırdan falan heyvan. Niyə qorxmurdum ki? Amma aşk lafdan anlamadım. Ya bax, sən özümə cavab ver də mənə. Cavab ver də. Sonuç da. Şəpilər. Ruhum eder her var Böyle birbaşa tullandım da. bir eşk semasında. Dünyalara sığmaz, istəmirəm sığmasın da. Mən ümumiyyətcə orada bilmədim nə danışıram. Mən ağzımın ürəyimdə nə var idisə dedim də. Əsəbləşdiyim bir səhnə idi. Gəldi, yıxıldım. O da istədi ki, belə biraz cool yıxılsın zaten amma İstəmədim, müəllim dedi ki, elə yıxıl. Orada da şeydi, yerdə qaya sürüşkən idi. Üstündə belə yaşıl şeylər var idi. Mən nə bilim, yıxılanda Todan var, arxaya getdim. Özü soyuq ay idi o da. Hə, axşam Yayda çox soyuq idi çəkilməmişdi ora. o. Hə də o bir səhnə avqustda çəkmişdik, onu mayda çəkdik. Mayda da o zonada şey olur da, Hə də, sərinlik olur. yayda olsa axşamlar kəndlər Hə, sərinləşir, hə. soyuqlaşır, ona görə soyuq idi. Orada pis dəymişdim yerə. Bir də mən qurbağa utdum. Haqqımı yeməyim. Mən orada qurbağa utdum. Mən orada qurbağa. Orada doğrudan boğuldum. Elə bil ki, orada aşağıda boşluq var idi. O ki necə yıxıldı yer. O üzə vuracam, üzr istəyirəm. Necə yıxıldı. Mən də orada ayağım boşluğa düşdü də həqiqətən boğuldum. O qurbağanı da orada utdum. Tez-tez deyəcəm bunu, qurbağa utmuşam. Hə bir də burada çəkə bilmirdik, gülürdük. Yıxılmaqla falan hamısıyla gülürdük. Biz də burada əslində suya girəndən sonra bizim texnik komandanın bizi deyimi ehtiyat paltarlarımız qalmışdı o bir sevdə. İndi şərait elə gətirdi ki, mən sulu paltarla belə maşına minəsi oldum. Məsələn, o səhnənin davamı da çəkilməlidir axı. Mən sulu-sulu qardaşım məni gördü falan, onda sulu-sulu qalmalı olmuşdu. Demək olar buradakı hamısı bir dəfəyə çəkilib. Ona görə fərqli yerlərdə də kameralar var idi ki, yəni telefonla da var idi elə. Hə, telefonla belə çəkiblər. Hər anı tutmaq üçün. A bu. Durdun. Sabahın xeyir. Hə, indi de görüm, niyə dünən gəlmişdin sən mənim pəncərəmin qabağına yenə? Sırtıq kimi. Nə oldu, nə oldu? Bunu istəyirdin? Bu kim istəyir? Bax, gəldim, nə oldu? Cavab ver mənə. Bunu istəyirdin sən? Nə istəyirsən sən? Gecənin o vaxtı gəlmisən pəncərəmin qabağına. Mən sənə 100 dəfə izah eləmişəm ki, niyə gəlmək olmaz, niyə olmaz? Bura kənd yeridir, adamın adını çıxardırlar. Sən yenə də durub gəlmisən, hə? Niyə? Səbəb? Nə məqsədə, nə səbəbə? Cavab ver mənə. Zakokanı vermək istəyirdim. Meşədə gedəndə düşmüşdü. Sən Zakokaya görə gəlmişdin? Gecənin bir vaxtı. Pəncərəmin qabağına bir dənə buna görə. Yaxşı deyil görüm, nə səbəbə, nə məqsədə? Sonra qaşıyarsan, cavab ver mənə. Şəhərdə oğlanlar sevgililərin rezinləri taxırlar qoluna. Rezin. Rezin oxşuyur gör bu. Neyini var idi. Sən bunu harva satacaqdın? Özdə bura şəhər deyil sənin üçün, bildin? Maraqlı səhnə idi. Burada su həqiqətən də soyuq idi. Buz kimi quyudan soyuq su çıxartmışdılar. Həqiqətən də üstümə atdılar. Atdılar deyəndə elə olmaydı, normaldır. Bu səhnədə mən özümdən qorxuram. Çünki çox qışqıram. O da masum-masum Zakolkanı verəcəkdim deyir. Bana çox biraz qorxunc görünür. Əslində biz bu kamp səhnələrin başqa yerdə çəkmişdik. Sonradan hava şəraiti biraz dəyişdiyi üçün meşəyə gedə bilmədik. Ona görə də bunu çəkdik qonşuluqda bir dənə kimsə evində həyətində. Bəli. Hətta qız başımızın üstündə durdu. Bizə dedi ki, ilan zat var da. Yəni bizə necə eləməli olduğumuzu başa saldı. Çox sağ olsun onu da buradan. Sağ olsun. Yerdə uzanmışdım, işte olsaydı mən olacaqdı. Əslində bir dəfə dağılmalı idi ki, o plana görə bir də onu dəyişməyə, çıxartmağa, çünki saçım su olacaqdı, paltar su olacaqdı. Amma 3 dəfə deyəsən dağıldı. Yaxın planda bir dəfə dağıldı. Hə. Yoxsa bir dəfə, Hətta yaxın planda bir yaxında dəfə, ümumi planda, obş planda 3 dəfə falan dağıldı. Dağıldı. Hə, bir dəfə güldüm. Özdən mən suyu deyəsən yaxın planda mən tökmədim. Bizdə Zaur arxada müəllim. Zaur müəllim Bəli, tökdü. Zaur müəllim.
O gülmək də çünki orada gözümü yumanda adam istərsiniz 3-2 Qorxuram ki, su gəlir üstünə, hə. Bilmirəm nə vaxt gələcək də. Suyu atmamışdan 1-2 saniyə qabaq vedrənin qapağının səsi var. Dın dəydi. Mən çaşıb gözümü açdım. Su da ucu yoldaydı. Biraz çıxmırdı. Əslində mən belə yatmalıydım. Ona görə 1-2 dəfə üstümə su düşdü. Sənə görə düşdüyün vəziyyətə bax bir dənə. Sənə sırtıq adamsan. Sənə get dedikcə gəlib burnumun dibində bitirsən. Niyə çıxıb getmirsən? Sən qalmısan burada. Hələ bir utanmadan məni qohumumu göndərmisən ki, get yorğan al. Maşın xarab oldu, ona görə dedi ev versin, tapsın bizə. Hə, deməli sən qalmaq planı var, hə? Sənə get deyirəm, başa düşmürsən. Bax, get, yəni başa düşmürsən bu sözü. Maşın üzərində gözləyir. Biraz qalıb üzərində keçir, sonra gedir Bakı. Axırıncı dəfə deyirəm, sənə bircə saat vaxt verirəm. Çıx, rədd ol, get buradan. Sırtınlıq eləmə də, bir dəfə də get deyəndə çıx get, başa düşürsən? Get, mən sənə bax dedim, bircə saat vaxtın var. Gəlim görüm ki, getmiş ol, bildin? Hə, baxsan üzümə, dedim, bax, bir saat vaxtım var. Bircə saat, ha. Nə var? Nə var? Maraqlıdır. Maraqlıdır da. Burada fidan başı həqiqətən dəymişdi. Başım həqiqətən dəymişdi. Mən elə bildim orada stop eləyəcəklər. Gördüm yox, müəllim stop eləmə niyyəti yoxdur. Dedim onda davam eləyim də. Dedim orada da of başım dəydi. Buralarda biraz da aqressivəm amma səbirli olun, biraz da düzələcək. Hə, müəllim dedi ki, bəs bu səfər sən gedəsən də pəncərənin qabağına. Dedim nə pəncərəyə mən nə edeyim, nətər gedim. Dedim nərdivan qoyublar, hazırdır ki. İcazə verirəm. Qala bilərsiniz. Amma bir şərtim var. Məndən uzaq gedəcəksən. Məni də narahat eləməyəcəksən. Sonra da işiniz qutaran kimi çıxıb gedəcəksiniz. Yaxşı, danışdıq. Bəlkis. Nədir? Nə olub? Səs gəlir. Bəlkis. Danış da, adımı əzbərləyir. Ən çox güldüyüm səhnələrdən biridir. Çünki orada bir dəfə Nərgiz deyir, çağırır məni. İkinci də belə Nərgiz. Elə Qəribə deyir ki, o çıxır, Nərgiz biraz qəribə çox Mən çox pazlandığım səhnədir. Mən də gülürdüm, özümü saxlaya bilmirdim. Burada mənim planımda Nərgizin yerinə Rıza oynayırdı. Başqa şey tapmışdı. O da demək olar oxşayır Nərgizə. Gözləri göy, sarışın. Mənim gözlərim göydü. Yaşıldı. Onun gözləri yaşıldı. Onun gözləri yaşıldı. Onun gözləri yaşıldı. Burada mənim planımda Rıza oynayırdı. Heç cür özümü saxlaya bilmirdim. Çünki çıxa bilmirdim. Ona görə də. Kamera arxadan tutma söhbəti var idi. Müəllim tutmalı idi arxadan. Ona görə həm də mən dura bilmirdim orada özümdə. Özüm də dura bilmirdim orada. Ona görə Rızanın da oğlan. Bir nərdivan 2 nəfər çıxmalı idi orada. Bəli, 2 nəfər çıxmalı idi. Həm də Rıza var. Ona görə mənə risk atmadılar. Çox sağ olsunlar. Amma mən riskə getdim. Orada reaksiyalarımda hamısı Rızayadır. Bəli. Gələndə dərdən saxdan qorxmadın? Yox, qabağıma çıxmadı heç birisi. Yox idi. Kofta yaraşır. Yeni rəngi qəşəngdir. Adı da. Bu da maraqlı rəng. Sırtılıqda biraz da qalxdığın üçün mən Qalxdığım üçün meyvələrdirsən. ayaqla çağırırsan, özün gəlmirsən. Ayaqla çağırırsan. Mən danışana qədər gözləyəcəksən. Mən danışamıyorum. Gözləyəcəm. Onda mən bu gecə danışmayacağam ki. Yapma çıxmıyor sözlər. Baxışlara baxın. Əslində ulduzlar olsa danışır. Ulduzlar danışır. Biz danışmasaq da olur. Məsəl üçün buludlar da danışır. Ya da cırcıramalar, onlar da danışır. Səs nə deyir? Onlar nə deyir? Yadıma çıxdı. Mənim yadımdan. Məsələn, O deyir ki, ot deyir ki, paltar sənə çox gözəl yaraşır. paltar sənə Sözlər həqiqətən. sözlər. Kim deyib o sözləri? Ya da cırcıramalar deyir ki, onun gülüşü gözəl. Son düşürlər deyir. Sana Qulaq, ulduzlar deyir, onun gözləri gülür. onun gözləri gülür. Qaytarmaz bir daha geriyə. Bəs sən nə deyirsən? Sən Mən də o sözü almamış buraxmıram. Fikir sürür. Əsasıyım! Burada səhnənin ən qəşəng sözləridir. Ona görə biz Zahir müəllimə bir salam müəllim. Yox, bunun əvvəlində mənim orada birinci dublda başım qalxanda Dəyməli idi. dəymişdi daşa.
Bilmədən olmuşdu. Sonrası alınmadı o. Sonra növbəti dubllarda müəllim dedi ki, həmişə başı vuraraq qalxanda. Onu da edə bilmədim. Qorxusundan başını vura bilmirdi. Qalxırdı, düşürdü, qalxırdı, düşürdü. Bir dəfə oldu da bilmədən də. Sonradan da vura-vura döylə-döylə bir tərlədik. Bir də məndə məsələn anamca falan çox şey eləyəndə, anamın ən sevdiyi, ən favori səhnəsi bu idi. Atam da biraz qısqancdı axı. Gedir yerə gizlin-gizlin belə baxır. Anam gələn kimi söndürür qoyur. Mənim də bu kinonun ən sevdiyim səhnə budur. Sözlər həqiqətən də mənim də sözlər həqiqətən çox qəşəng idi. Sözlər, səslər, Bəli. nə bilim, baxışlar, maraqlıdır, işıq, hər şeylə belə Bir də orada, tamdır. bir də orada deyir, səni sevirəm. Səsin qurtarsa mən gedim də. Belə bir gözləyir. Söylə bu. Zeynəb. İstəyərdim. El adəti ilə sənə Burada gəlmək. qızım. Üzüm yox, saçmalım yox deyir burada. Amma belə daha yox. Vaxtımız yoxdur. Her gecem gündüzüm hasreti oldu. Çox sağ olun. Mən özüm də bəyənmişdim, yuxudan da. Mənim də. Nərgiz, anam bizə demişəm. Dedim eylayım koy sevgimi aşikar. Çıx get buradan. Çıx get. Tək bildiyim söz, çıx get buradan. Eğri gelme bu diyara. Olmaz bizden geri tarihar oldu. Orada məni çağırdığın hissə var. Orada əslində məni kim çağırır? Mən Yəni çağırdım da. yox, dedilər. Montajda bizim rejissorumuz Zahir müəllimin səsi qoyulub orada. Hə, deyirəm axı səsdə Piş, bir piş. nuranilik var, bir Bəli, nəsə xatirə qalsın sümkarlıq var səsdə. Mənim səsimdə elə şey yoxdur. Hə, burada mən əslində Nərgizin planı çəkiləndə mən yox idim. Yatmışdım. Mən yatmışdım orada fikir versən, gözüm canım belə şişdi. Mənim planım gələndə məni Hə, durğuzdular. əslində onun gözünə şiş olmağa ayrı bir hava qatmışdı orada qəşəng. Yerdə yuxudan durub gəlmişdim, maraqlı səhnə idi. Bundan sonra nə oldu? Ondan sonra toyuq yedik də mən görə. Toyuq yemişdik. Bir də orada şeydir, Haqışda deyirlər ya Haqışda. orada. Haqışda orada Tərlanın Nərgizə püşəli. Mən o xəbərim yox idi. Açanda gördüm nə qəşəng. Kim oxuyur onu? Kim deyib onu elə? Final və final. Final qəşəngdir. Tutup. Gecenin Stiliyorum. karanlığında tenha Gezer ey kururam hayallar ağımda İki aşık bir yan yana bu meczublar xoşbəxt ola deyək kiçik dünya qururdu Mən nə bilim əcəl gələr səni məndən alıb gedər Hər səhərim həsrətin oldu İki aşık bir yan yana bu meczublar xoşbəxt ola deyək kiçik dünya qururdu Bankasına. Mən nə bilim əcəl gələr səni məndən alıb gedər Banka bırakmır. Səhərim həsrətin Gecə bankanı tutup. Tamam dedi açıq şöyle. Uşağım çox sağ ol. Biz nəydi duruyor, ölürəm. Bunu sənə verəcəm. Qalacaqsınız. İşimiz qutaran kimi verəcəksiniz, sonra gedəcəksiniz. Yaxşı? Zakolka. Səninlə birgə əl-ələ gəzərdik
hayatımızdan bahsederdi. Mənə qalan xəyal oldu, həyatıma kədər doldu, bir tək ümidim yox oldu. Düşməyəydim kaş bu hala, dərdimə tanmıram çara, bütün duyğularım puç oldu. Ayaz vuruldu. Kimə vuruldu? Nərgizə vuruldu yoxsa? Öldüm. Duyğulu bir səhnə. Burada bizdə mahnı, musiqi görsəncə üst-üstə düşür. Əvvəlcədən əslində orada çəkəndə də musiqini arxada qoyub elə çəkmişdik ki, biz o duyğuya girə bilək. Çox maraqlı idi həqiqətən. Həqiqətən orada təsirində qalmışdım. Mən onun 3 gün onun təsirindən çıxa bilməmişdim. Bir də orada qonşular sıxdı. Yəni çox da belə qışqırıb səs salmaq olmazdı. Mənim bir dənə səhnəm də var deyə qışqırırdım. Orada sonradan dublaj eləmişdik də. Buradakı mən ağlamaq səsini falan gəlib burada dublaj eləmişdik təzədən. Mən oradayam da o zaman. Yatdım Hə, də oradayam. Dublajda ağlamaq necə? Məsələn də indi orada səhnədə üz-üzə baxırıq, həqiqətən də hiss eləyə bilirik. Arxada musiqi də var, az da olsa eşidirik. O hissə girə bilirik. Amma ki burada gəlib Bakıda dublaj eləmək həqiqətən biraz çətin oldu. Çünki mikrofon tutulur, məsələn də kimə baxım, neyniyim, necə ağlayım. Rayona gedəsə olmuşdum. Müəllim demişdi ki, dublaj lazımdır. Çata bilməmişdim Bakıya da gəlmək üçün. Ona görə rayonda mən WhatsApp-da səs atmışdım. Onu götürüb qoymuşdular. Əslində Ayaz vurulmalı deyildi. Kim vurulmalı idi? Əslində Ayaz vurulmalı. Əslində Ayaz vurulmalı idi. Amma biz istəmirdik ki, Ayaz vurulsun. Mən sevirlər. İzləyicilər istəmirdi, bütün set istəmirdi, bütün rayon istəmirdi ki, Ayaz vurulsun. Çünki mən sevimliyəm, mən sevirlər. İstəmirdilər, heç kim istəmirdi ki, mən vurulum da. Çox danışqan, çox güləriz, çox səmimi bir insan olduğu üçün. Çox danışırdı, heç susmurdu. Sonra elə oldu ki, biz püşk atlası oldu. Püşkün nəticəsində mən öldüm. Bəli. Bir dənə qəpiyə görə getdim də. Növbəti onda daha çox Nərgizin biraz keçmişinə girəcəyik, görək nələr yaşayıb. Bir də görək Ayazın talehi necə olacaqdı. Belə izləyicilər də öz fikrini yazsa yaxşı olar. Biz də baxaq görək nə istəyirlər. Bizi izləmədə qalın. Və ikinci sezonda nələr gözləyirsinizsə yorumlarda bizlə bölüşə bilərsiniz. Biz sizin fikrinizi nəzərə alacağıq. Sağ olun.